Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 5-8-ci sinif güvən test toplusu səhifə 44-də yerləşən leksika bəhsindən frazeoloji birləşmələr tapşırıqlarının izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq bu və bu tipli izahlar üçün davamlı olaraq bizi izləyə bilərsiniz. Deməli, bu kitabın frazeoloji birləşmələr hissəsinə qədər olan bütün sualları bir-bir izah olunub. Bundan sonraki bütün tapşırıqlar da paylaşılacaq, izah olunacaq. Siz də abunə olun və davam eləyək sualların izahına. Birinci sual. Cümlələrin birində xoşuna gəlmək frazeoloji birləşməsinin antonimi işlənmişdir. Yəni, xoşuna gəlməyin əks mənası nədir? Bəyənməmək mənasında. Onun bu təklifini hamı bəyəndi. Olmaz. Xalq zülmkar şahın qəddarlığından cana gəlmişdi. Burada bezmək mənasını ifadə edir, uyğun deyil. Sənin bu halını bəyənmədim, uyğun deyil. Eldarın bu etinasızlığı İbrahim xanın acığına gəldi. Baxın, acığına gəldi, xoşuna gəldinin antonimidir. Yəni, acığına gəldi, bəyənmədim mənasındadır. Bəs C bəndində bəyənmədim niyə olmaz? Çünki xoşuna gəlmək özü frazeoloji birləşmədir. Frazeoloji birləşmənin sinonimi və antonimi mütləq frazeoloji birləşmə olmalıdır. Bəyənmədim isə frazeoloji birləşmə deyil. Amma acığına gəldi frazeoloji birləşmədir. Ona görə cavab D bəndi. Frazeoloji amonimi müəyyən edin. Üz vurmaq uyğun deyil. Üz qoymaq bu da uyğun deyil. Üzdən getmək, üz vermək. Biri var ki, pis bir hadisə üz vermişdi. Yəni baş vermişdi. Bir də var, üz verirsən astar istəyir. Bu məqamda amonimdir. Xoşuna gəlmək frazeoloji birləşməsinin antonimi işlənən cümlə. Onun nəğmələri insanın ruhunu oxşuyur. Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar. Mən bu təklifi bəyənmədim. Yalan danışan adamdan zəhləm gedir. Bəli, xoşuna gəlmək, zəhləsi getmək antonimdir. Cavab D variantı. Yenə bəyənmədiyim frazeoloji birləşmə deyil, ona görə C-ni götürmək olmaz. Frazeoloji birləşmə işlənən cümləni istəyir. Ehtiyatsızlıqdan əlindəki çanta yerə düşdü. Burada yoxdur. Gənclik ağlın sərxoş və qızdırmalı dövrüdür. Yoxdur. Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir. Eldarın bu etinasızlığı İbrahim xanın acığına gəldi. Yəni, acığına gəldi frazeoloji birləşmədir. Cavab olacaq D variantı. Frazeoloji birləşmələrdən biri nigaran qalmaq, çox gözləmək mənasındadır. Gözdən pərdə asmaq, gözünün kökü saralmaq, canına vəlvələ düşmək, oxu atıb yayına gizlətmək. Burada nigaran qalmaq, gözləmək, gözünün kökü saralmaq. Hətta buna biz deyirik ki, gözləməkdən gözümün kökü saraldı. Bu məqamda işlədirik. Cavab B variantı olacaq. 6. Klasteri tamamlayın. Frazeoloji amonimdir. Can vermək, üz vermək, başa vurmaq. İndi biz növbətini tapırıq. Yola düşmək frazeoloji amonim deyil. Çünki maşın yola düşdü frazeoloji birləşmədir. Top yola düşdü həqiqi mənadadır. Bir həqiqi məna, bir məcaz frazeoloji amonim ola bilməz. Dil tökmək amonim deyil. Ürəyi yanmaq. Biri var ki, mənim ona ürəyim yanır, yəni yazığım gəlir. Bir də var, susamaq mənasında, susuzluqdan ürəyim yanır. Cavab elə C variantı olacaq. Qulaq asmaq amonim deyil. Bəndlərdən birində frazeoloji birləşmənin mənası düzgün verilməyib. Canına vəlvələ salmaq, qorxutmaq deməkdir. Düzdür. Ürəyinə xal düşmək, şübhələnməkdir. Düzdür. Külünü göyə sovurmaq, darmadağın etmək. Düzdür. Gözü kəlləsinə çıxmaq, qorxmaq bu uyğun deyil. Heyrətlənmək, təəccüblənmək mənasındadır. Cavab D bəndi. Nöqtələrin yerinə uyğun gələn frazeoloji birləşmələri yazaraq qruplaşdırın. O, riyaziyyat olimpiyadasında qalib gəldiyini biləndə, həkim adı gələndə uşağın qorxudan, oğlunun yolunu gözləməkdən ananın, baxaq görək, sevincindən yerə göyə sığmamaq. Qalib gəldiyini biləndə sevincindən yerə göyə sığmadı. Bir A olar. Canına üşütmə düşmək. Həkim adı gələndə uşağın qorxudan canına üşütmə düşürdü. B bəndi olar. Oğlunun yolunu gözləməkdən ananın gözünün kökü saraldı olar. Deməli 1A, 2B, 3C. Cavab A variantı olacaq. 9. Frazeoloji amonim deyil. Başa vurmaq. Biri var bitirmək, bir də var qaxınc eləmək. Elədiyi yaxşılığı başa vurmaq. Cana gəlmək. Biri var ki, xəstə cana gəldi, yəni yaxşılaşdı, özünə gəldi. Bir də var onun əlindən cana gəlmişik, yəni bezmişik. Can vermək. Xəstə yataqda can verdi, öldü. Bir də var günəşin şüaları torpağa can verdi, yəni diriltdi. Qulaq asmaq amonim deyil. Davam eləyək 10-cu sualdan. Bəndlərin birində fərqləndirilmiş frazeoloji birləşmənin həm sinonimi, həm də antonimi verilmişdir.
Cin atına minmək, özündən çıxmaq, sakitləşmək. Sakitləşmək frazeoloji birləşmə deyil. Ona görə anı götürmək olmaz. Xoşu gəlmək, bəyənmək. Bəyənmək frazeoloji birləşmə deyil. Qəlbinə dəymək, incitmək frazeoloji birləşmə deyil. Dil-dil ötmək, dil boğaza qoymamaq, ağzına su almaq. Üçü də frazeoloji birləşmədir. Dil-dil ötməyin sinonimi dil boğaza qoymamaqdır, antonimi ağzına su almaqdır. Cavab D bəndi. Dərdən qabaqdan çıxmaq frazeoloji birləşməsi ilə əks mənada olan birləşməni istəyir. Gecəsini gündüzünə qatmaq, dəridən qabaqdan çıxmaq. Deməli, əks mənada deyir. Burada məna eynidir. Əks deyil. Əlini ağdan qaraya vurmamaq. Bəli, dəridən qabaqdan çıxmaq. Çox çalışmaq, əlini ağdan qaraya vurmamaq isə tam əksidir. Çalışmamaq frazeoloji birləşmə deyil ümumiyyətlə. Dilə gəlmək də uyğun deyil. Biri canına vəlvələ salmaq frazeoloji birləşməsinin sinonimi deyil. Qorxuya salmaq, təşvişə salmaq, canına od salmaq, qorxutmaq deyil. Nəyə görə? Çünki frazeoloji birləşmə deyil. Digərləri hər biri frazeoloji birləşmədir. Tərkibində amonimli olan frazeoloji birləşmə işlənmiş cümlə. Elşad cavab vermir, bizi ləngidirdi. Yoxdur. İclasda ona da söz verdik. Bəli, söz vermək, bir var iclasda danışmaq üçün söz vermək, bir də söz verirəm ki, hər şey yaxşı olacaq, əminlik vermək. B bəndi. Uşağın əlindəki top yola düşdü. Yola düşmək burada həqiqi mənada işlənmişdir. Yəni, bu həqiqi məna ifadə yola düşmək frazeoloji birləşməsi ilə amonim ola bilməz. Ağacın yarpaqları yanıb töküldü, olmaz. Biri frazeoloji amonim deyil. Cana gəlmək. Cana gəlmək amonimdir. Biri var ki, xəstə həkimin verdiyi dərmandan sonra cana gəldi, yəni özünə gəldi. Bir də var onun əlindən cana gəlmişik, bezmişik. Üz vermək. Pis bir hadisə üz verdi, yəni baş verdi. Bir də üz verirsən astar istəyir. Bu da amonimdir. Başa vurmaq. Universiteti başa vurdum, bitirdim. Elədiyi yaxşılıqları başa vurdu, qaxınc eləmək. Amonimdir. Yola düşmək amonim deyil. Hansı cümlədə hirsi soymaq frazeoloji birləşməsinin antonimi işlənib? Əgər ağca tərəf qalib gəlsəydi, demək olar ki, şükür sakitləşərdim. Deməli, burada hirsi soymaq frazeolojidir, sakitləşmək frazeoloji deyil. Ona görə götürmək olmaz. Ay bala, danışsana, sanki ağzına su alıb oturmuşsan. Ağzına su alıb oturmaq sakit dayanmaqdır. Hirsi soymaq, sakitləşmək uyğun deyil. Bu sözləri eşidən Bayram özündən çıxdı. Hirsi soymaq, sakitləşmək, özündən çıxmaq, coşmaq. Antonimdirmi? Bəli, cavab C variantı. Vali həmişə kimi heç də danışmırdı. Burada frazeoloji birləşmə yoxdur. Bəndlərin birində frazeoloji sinonim. Cana doymaq, boğaza yığılmaq. Yoxdur deyir. Burada var. Qanı qaralmaq, kefi pozulmaq var. Əl uzatmaq, kömək etmək. Kömək etmək, olmaq, etməklə yaranmış mürəkkəb feildir. Bu frazeoloji birləşmə deyil. Ona görə C variantı olmaz. Dilotu yemək, dili boğaza qoymamaq uyğundur. Bəndlərin birində frazeoloji sinonimliyi var. Cana doymaq, bezmək. Bezmək frazeoloji deyil. Dilotu yemək, dili boğaza qoymamaq. Bəli, bu uyğundur. Əl uzatmaq, kömək etmək. Bu frazeoloji birləşmə deyil. Qanı qaralmaq, əsəbləşmək frazeoloji birləşmə deyil. Cümlələrin birində fərqləndirilmiş ifadə frazeoloji amonim kimi işlənə bilir. Uşağın soyuqdan burnunun ucu göynüyürdü. Baxın, burnun ucu göynəmək soyuqdandırsa həqiqi mənadır. Həqiqi mənalı bu ifadə amonim ola bilməz əlbəttə. Mən bu işin öhdəsindən gələcəyimə söz vermişəm. Burada əminlik verməkdir. Söz verməyin özü amonim ola bilər. Bir də var məclisdə ona söz verdilər. Dünənki maraqlı film hamının xoşuna gəldi. Xoşuna gəlmək amonim deyil. Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar. Bu da amonim deyil. Klasteri tamamlayın. Frazeoloji amonim işə düşmək, söz vermək, başa vurmaq, növbətini tapırıq. Yola düşmək deyil, xoşu gəlmək deyil, can vermək. Bəli, həkimin verdiyi dərmanlar xəstəyə can verdi, diriltdi. Bir də xəstə yataqda can verdi, yəni öldü. Qulaq asmaq deyil. Davam eləyirik növbəti 20-ci sualdan. Biri qanı qaralmaq frazeoloji birləşməsinin sinonimidir. Dilxor olmaq, olmaqla yaranan söz frazeoloji birləşmə deyil. Dərd tapmaq, uyğun deyil. Kefi pozulmaq, uyğun deyil. Bədbinləşmək, sinonimini istəyir bizdən qanı qaralmaq. Qanı qaralmaq, kefi pozulmaqdır. Antonimini istəyir. Düşündüm, yox, bura sinonimini istəyirsə əgər qanı qaralmaq, kefi pozulmaq olar. Hansı birləşmə həm frazeoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənə bilməz. Yola düşmək ola bilər. Biri var ki, maşın yola düşdü. Burada frazeoloji birləşmədir. Bir də var top yola düşdü. Burada həqiqi mənadır. Özündən çıxmaq.
Yəni özündən necə çıxa bilərsən həqiqi mənada? Mümkün deyil. Bu ancaq frazeolojidir. Burnunun ucu göynəmək. Soyuqdan burnunun ucu göynəyə bilər. Yəni həqiqi mənada ola bilər. Məcazi mənada da yenə frazeoloji birləşmədir. Başa vurmaq. Həqiqətən də kitabı götürüb başa vura bilərsən. Deməli bunu həqiqidə işlətmək olar, frazeolojide olur. Deməli olmur B bəndi. Davam eləyək 22-dən. Gecəsini gündüzünə qatmaq frazeoloji birləşməsinin sinonimini istəyir. Dərdən qabıqdan çıxmaq. Elə bu olar. Əlini ağdan qaraya vurmamaq olmaz. Çalışmaq olmaz. Dilə gəlmək olmaz. Çalışmaq frazeoloji birləşmə deyil heç. Biri həm frazeoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənə bilməz. Əlindən tutmaq, yardım eləmək mənasında frazeoloji birləşmədir. Kimi isə həqiqi mənada əlindən tutmaq, bu sərbəst söz birləşməsidir. Dili qurumaq frazeoloji birləşmə də ola bilər. Bir də var, insan həqiqi mənada dili quruya bilər susuzluqdan. Axırına çıxmaq, bir şeyin axırına çıxa bilərik həqiqi mənada da. Məcazi mənada da yenə frazeoloji birləşmə kimi işlənə bilir. Cana gəlmək, biz cana yeriyə gələ bilmərik həqiqi mənada. Bu ancaq frazeoloji birləşmədir. Sillogizmi tamamlayın. Frazeoloji birləşmələrdə əsas və asıl tərəf anlayışı olmur. Qanı qaralmaq frazeoloji birləşmədir. Deməli, qanı qaralmağın əsas və asıl tərəfi yoxdur. Qanı qaralmaq nümunəsində yox, qanı qaralmaq nümunəsində əsas və asıl tərəf anlayışı yoxdur. Cavab C variantı. İki tərəfi sadəcə birləşdiririk. Acığı gəlmək frazeoloji birləşməsinin antonimi işlənən cümlə. Acığı gəlmək. Bu mahnılarda onun kədərləri dilə gəlirdi, yox. Şagirdin bu təklifi müəllimin xoşuna gəldi. Acığı gəldi, xoşuna gəldi. Antonimdimi? Bəli. Frazeoloji birləşmə işlənən cümləni istəyir. İstidən ağacın yarpaqları yanıb töküldü. İstidən yanıb tökülə bilər, doğrudur. Bu həqiqi mənadır. Soyuqdan adamın burnunun ucu göynüyür. Soyuqdan burun göynəyə bilər, həqiqi mənadır. Maşın yola düşdü. Top yola düşə bilər, amma maşın yola düşə bilməz. Bu frazeoloji birləşmədir. Uşağın əlindəki top yola düşə bilər. Deməli, bu həqiqi mənadır. Cavab C bəndi. Bəndlərin hansında frazeoloji antonimlik yoxdur? Can vermək, dirilmək frazeoloji birləşmə deyil, ona görə cavab A. Xoşu gəlmək, zəhləsi getmək, özündən çıxmaq, hirsi soyumaq, ipini yığmaq, yüyənini boş buraxmaq, doğrudur hamısı. Bəndlərin birindəki frazeoloji birləşmələr bir-biri ilə sinonimdir. İpini yığmaq, yüyənini boş buraxmaq sinonimdir, bu antonimdir. Hövsələdən çıxmaq, səbir kəsəsiz olmaq, bu sinonimdir. Dilotu yemək, ağzına salıb oturmaq, antonimdir. Xoşu gəlmək, bəyənmək, bəyənmək ümumiyyətlə frazeoloji birləşmə deyil. Hansı cümlədəki frazeoloji birləşmə keyfi açılmaq frazeoloji birləşməsi ilə əks mənalıdır? Bu sözləri eşidən Elxanın qanı qaraldı. Keyfi açıldı, qanı qaraldı. Deməli, əks mənalıdır. Cavab A variantı olacaq. Davam edirik 30-dan. Hansı cümlədə frazeoloji birləşmə işlənib? Yıxılan adamın əlindən tutub qaldırdı. Burada əlindən tutmaq yıxılanın əlindən tutmaqdır. Bu həqiqi mənadır. Bu iki dost hər zaman insanlara yardım edir. Burada etmək feili, yardım etmək mürəkkəb feildir, frazeolojilik yoxdur. Dar günündə qardaşını əl tutdu. Buradakı əl tutmaq yardım eləmək, kömək eləmək mənasındadır. Bu frazeoloji birləşmədir. Acı sözlərlə sevdiklərini incitmə burada yoxdur. Frazeoloji birləşmə işlənmiş cümlə. Həkim xəstənin suallarına bir-bir cavab verdi. Burada frazeoloji birləşmə cavab verdi ifadəsidir. Cavab elə A variantı. Rüfət yeni sinif yoldaşlarıyla dost olmaq istəyirdi. Burada mürəkkəb feil var. Yolda gedərkən əlindəki telefonu yerə saldı. Yəni həqiqi mənadır. Bayaq yatan körpə gözlərini açdı. Həqiqi mənadır bu da. Cədvələ əsasən səhv fikirləri müəyyən edin. Frazeoloji birləşmə mənası. Deməli, gözün açısını almaq, ağlamaq deməkdir. Bu səhvdir. Gözün açısını almaq, bu gözün açısını nə vaxt alırsan? Çox yorğun olanda. Yəni yatmaq üçün, yatanda biz gözümüzün açısını alırıq, yatmaq mənasında işlənir, bu səhvdir. Gözünə kül üfürmək, aldatmaq doğrudur. Cin atına minmək, əsəbləşmək demək doğrudur. Canını oda yaxmaq, müharibə etmək demək deyir, bu yanlışdır. Yəni canını oda yaxmaq nə deməkdir? Hər əzaba qatlaşmaq, dözmək mənasını ifadə edir. Demək 4 səhvdir, 1, 4 səhvdir. Cavab A variantı olacaq. 33-dən davam edirik. Eyler-Venn diaqramına əsasən doğru fikirlər istəyir. Frazeoloji birləşmələr, çox mənalı sözlər. Deməli, sözlər ilkin mənasını itirir. Frazeoloji birləşmələrdə
Doğru fikir istəyir. Sözlər ilkin mənasını itirir. 1. Doğrudur. Çoxmənalı sözlərdə ilkin mənanı itirmək məsələsi. Hər söz ayrılıqda suala cavab verir. Frazeoloji birləşmələrdə vermir. 2 yeri yanlışdır. İşlənmə fikri də yanlışdır. Məcazləşmə özünü göstərir. Hər ikisində məcazlıq ortaqdır. 3 doğrudur yəni. Sabit söz birləşməsi adlanır. Çoxmənalı sözlər adlanmır. Bu səhvdir. İlkin həqiqi məna ilə bağlılığını qoruyur. Çoxmənalı sözlər qoruyur. Bu doğru fikirdir. Deməli, frazeoloji birləşmə ilə əlaqəli biri yaza bilərik, ilkin mənasını itirir. Amma çoxmənalı sözlər ilkin məna ilə bağlılığını qoruyur deməyimiz doğrudur. Yəni 1, 3, 5 doğru fikirdir. A variantı. 34. Sillogizm. Ürəyə yanmaq ifadəsi frazeoloji birləşmədir. Ürəyə yanmaq iki fərqli məna ifadə edir. Susamaq, yazığı gəlmək. Deməli, susamaq, yazığı gəlmək frazeoloji birləşmədir. İki mənanı. Frazeoloji birləşmələr də iki fərqli məna ifadə edə bilər. Frazeoloji birləşmələr amonim ola bilər. Belə də yazmaq olar. Bəzi ifadələr frazeoloji birləşmə həm də sərbəst söz birləşməsi yox, uyğun deyil. Ürəyə yanmaq frazeoloji birləşmə kimi amonimli xüsusiyyət daşıyır. Bəli, bu olar, uyğun gəlir. Frazeoloji birləşmənin hamısı amonim ola bilmir, yox. Ürəyə yanmaq frazeoloji birləşmə kimi sinonimlik yox. Amonimlik istəyir bizdən, cavab B variantı olacaq. Hansı cümlədə amonimli xüsusiyyəti olan frazeoloji birləşmə işlənib? Həkimin xəstələrin halını ürəyi yanırdı. Deməli, ürəyi yanmaq. Biri var ki, kiməsə yazığı gəlmək, bir də var susuzluqdan ürəyi yanmaq, susamaq. Elə bu amonimdir. Elçin sualların hamısına bir-bir cavab verdi, amonim yoxdur. Böyüklərin sözünə qulaq asmaq lazımdır, yoxdur. Avtobus saat 12-də yola düşəcək, yoxdur. Huşunu itirmək frazeoloji birləşməsinin sinonimini müəyyən edib yazın. Huşunu itirmək nə deməkdir? Özündən getmək. Sinonimini elə frazeoloji birləşmə ilə yaza bilərik. Amonimli xüsusiyyətinə malik frazeoloji birləşmələri müəyyən edib yazın. Ürək vermək, ayaq döymək, gözə gəlmək, sözü tutmaq. Burada amonimli xüsusiyyətinə malik olan ürək verməkdir. Ürək vermək. Biri kiməsə qəlbini vermək, ürək vermək, sevmək mənasında. Bir də ürəkdirək vermək mənasında, ürəkləndirmək mənasında işlənir. Sonra sözü tutmaq işlənə bilər, amonim kimi. Sözü tutmaq. Biri var, verdiyi sözü tutmaq, sözünün üstündə durmaq. Bir də sözü göydə yaxalamaq, sözü tutmaq. O nə deyir? Əvvəlcədən başa düşmək, söhbəti tutmaq mənasında. Sözü tutmağın bir mənası da var, onu da əlavə eləyək. Kimləsə sözü, söhbəti tutmaq, üst-üstə düşmək, həm fikir olmaq mənasında amonim frazeoloji birləşmə hesab oluna bilər. Yəni, burada doğru cavabımız olacaq 1 və 4. Dəyərli izləyicilər, bu Güvən 5-8-in frazeoloji birləşmələr tapşırığının sonuncu izahı, sonuncu sualı idi. Siz də kanala abunə olaraq bu və bunun kimi videolardan faydalana bilərsiniz. Videolarımızı bəyənib, paylaşmağı və rəy yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.